Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün noyabr ayının 3-ü, həftənin bazar ertəsi 2025-ci ildir və son dəqiqə bir xəbərimiz var, onun nəzərinizə çatdırırıq. Daxili İşlər Nazirliyindən vətəndaşlara ciddi xəbərdarlıq var. Nüs 365 saytı bildirir ki, Nazirliyin məlumatında qeyd olunur ki, texnologiyanın inkişafı ilə dələduzlar da üsullarını dəyişir və daha inandırıcı mesajlarla insanları aldatmağa çalışırlar. Heç bir halda kart məlumatlarınızı, PIN, CVV, parol, SMS kod və digər şəxsi məlumatları tanımadığınız şəxslərlə paylaşmayın. Daxili İşlər Nazirliyinin xəbərdarlığında xüsusi vurğulanır ki, bank əməkdaşları və ya rəsmi təşkilatlar vətəndaşlardan bu məlumatları heç vaxt istəmir. Son günlər dələduzlar tez-tez bankdandır, kodu təcili verin, indirim üçün linkə daxil olun, hesabınıza pul köçürülüb, qəbul üçün məlumatlarınızı daxil edin, kartınız bloklanacaq, təsdiq üçün linkə keçin kimi ifadələrlə insanları təliyə salırlar. Bu cür mesajların məqsədi şəxsi məlumatları və hesabdakı vəsaiti ələ keçirməkdir. Daxili İşlər Nazirliyi vətəndaşlardan xahiş edir ki, bu cür hallarla qarşılaşdıqda bankla və ya 102 xidməti zəng mərkəzi ilə dərhal əlaqə saxlasınlar.